Güclü bilək, yüksək texnologiya, cəsur ürək. Bu Azərbaycan ordusudur. Öz ordumuz və silahlarımız tezliklə bizə qələbənin sevincini yaşadacaq. Azərbaycan istehsalı olan mükəmməl silahlar bizdə öz gücümüzə qarşı inamı daha da artıracaq. Güclü bir dövlətin arxasında güclü bir ordu dayanır. Bu ordunun mükəmməlliyi onun texniki güc strukturasından olduqca asılıdır. Müharibə şəraitində olan bir ölkə üçün hərbi texnologiyaların nə qədər vacib olduğunu deməyə ehtiyac belə yoxdur. Tarixin ən ağır sınaqlarına tab gətirən Azərbaycan ordusunun gücünə, qəhrəmanlığına, ən əsası yüksək döyüş keyfiyyətinə malik olması keçirilən paradlarda nümayiş olunsa da, biz üzərimizə düşən vəzifəni yerinə yetirmək qərarına gəldik. Texnopark verilişi Azərbaycan istehsalı olan hərbi texnologiyaları sizlərə ən böyük üstünlükləri ilə təqdim edir. Ölkəmiz öz iş keyfiyyətinə güvənərək, mükəmməl hərbi sursatlar istehsal edərək, digər ölkələrdən asılılığını minimum səviyyəsinə endirmə niyyətindədir. Bu da ordumuzu daha qüdrətli edir. Savaşda qanunlar susar, silahlar danışar. Azərbaycan Respublikasında 21 hərbi müəssisə, hərbi zavodun olması və 30 istehsalat sahəsinin yaradılması silah texnologiyasının istehsalını yüksək səviyyəyə qaldırır. Azərbaycanda istehsal edilən müdafiə təyinatlı məhsul çeşidlərinin ümumi sayı 598-dir. Bunun da 186-sı mülki təyinatlı, 412-si isə hərbi təyinatlarının payına düşür. Özəllikləri ilə seçilən İstiqlal snayperi ilk milli atıcı silahımız olub. Əllə doldurulan və uzunluğuna çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış iri kalibrli snayper tüfəngidir. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. Çəkisi 20 kiloqram olan bu snayper tüfəngi çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur. Hədəfin məhv etmə məsafəsi 3000 metr olan İstiqlal snayper tüfənginin istər mexaniki, istər optik nişangahı 2000 metr uzaqlıqdakı hədəfi dəqiq nişan almaqla darmadağın etmə gücünə malikdir. Onun yerinə yetirdiyi döyüş funksiyalarının çeşidi çox böyükdür. Hətta dənizdə yüngül gəmilərlə mübarizə aparmağa da qadirdir. Çapı 14,5 mm olan bu tüfəngdə müxtəlif növ qüvvəli, zirəhlənən, yandırıcı izi buraxan, ani təsirli yandırıcı pilləli patronlardan istifadə edilir. Həmçinin bu patronlar da yerli istehsaldır. Dünyanın silah istehsalçılarını heyran qoyan əfsanəvi İstiqlal snayper tüfəngi öz funksiyalarına, döyüş qabiliyyətinə görə olduqca əlverişlidir. Yağmur, palçıq, qar və toz təsirlərinə qarşı davamlıdır. Mənfi 50 dərəcə, müsbət 50 dərəcə temperaturda belə yüksək atıcılıq qabiliyyətinə malikdir. Taktiki texniki xüsusiyyətlərinə görə MDB ölkələrində və NATO ordularında istifadə olunan analoqları geridə qoyur. Hətta dünyada məşhur olan silah bazarında rəqib tanımayan Cənubi Afrika Respublikasının silahı olan MPB-14-5-i xeyli üstələyir. İstiqlal silahının yeni versiyası olan snayper tüfənginin çapı isə 12,7 mm-dir. NATO standartlarına uyğun döyüş patronları isə yüksək keyfiyyət göstəricilərinə malikdir. 2010-cu ildə 60 mm ikili təyinatlı min atan 2550 metr məsafəni hədəfə almağa qadirdir. Hətta optik nişan da yerli istehsaldır. Ümumiyyətlə, ölkəmizdə silah texnologiyasına sistemli yanaşma tətbiq olunur. Bu da iş keyfiyyətini olduqca artırır. 18 kiloqramlıq min atanla yanaşı Azərbaycan hərbi sənayesi çəkisi 46 kiloqram olan 5400 metr məsafəni hədəfə alan 82 mm min atanın da istehsalına başlayıb.
Rusiya istehsalı olan eyni çaplı mina atandan atəş məsafəsinin uzaqlığına, hədəfi dəqiq nişan almasına görə daha üstündür. Eləcə də yerli tapancaların istehsalı da böyük maraq doğurur. Zəfər, Zəfər K, İnam tipli tapancalar bir çox özəlliyi ilə seçilir. Zəfər K-nın atış məsafəsi 50 metrdir, tutumu isə 15 patrondur. NATO standartlarına uyğun 9-19 mm-lik patronlarla atəş açmağa imkan verən Azərbaycan istehsalı Zəfər K döyüş tapancaları bütün qoşun birləşmələri, xüsusi təyinatlar üçün, İnam tipli tapancalar isə əsasən hüquq mühafizə orqanlarını silahlandırmaq üçün nəzərdə tutulub. Zəfərin təkcə lüləsinin atış ömrü minimum 25.000 atəşdir. Bu tapancalar havanın temperaturunun ən aşağı olduğu şəraitdə belə yüksək keyfiyyət göstəricilərinə malikdir. Həmçinin Matador və Marauder tipli zirehli maşınların istehsalı da böyük bir yüksəlişdir. Marauder tipli hərbi döyüş maşınının əsas xüsusiyyəti odur ki, maşının alt hissəsindəki 10 kiloqrama yaxın partlayıcı maddə partladıqda belə onun heyətinə heç bir zərər toxunmur. Bu hərbi maşınların da seriyalı istehsalına başlanılıb. Hərbi hava qüvvələrinin döyüş sursatlarının hazırlanması ordumuzu daha da qarşısı alınmaz bir qüvvəyə çevirir. Üstəlik, Sovet dövründən qalan döyüş sursatlarının təmir olunaraq yenidən işlək vəziyyətinə gətirilməsi də mümkündür. Onu da qeyd edək ki, bu hərbi texnologiyalar beynəlxalq müsabiqələrdə iştirak edir və dünyanın inkişaf etmiş dövlətlərinin böyük marağına səbəb olur.